Bizim bilirsiniz ki, İsveçrədə Elbəy Həsənli adlı Qarabağdan, Cəbrayıldan olan bir soydaşımız var. Elbəy Həsənli nə deyir dəyərli dostlar? Görün nə yazır. Laçın və Cəbrayılın kəndlərində bir fərdi mənzilin dəyəri 171-236 min manat arasında dəyişir. Dostlar, inanın ki, Avropada bu qədər bahalığın içində material baha, hər şey baha, təmir başqa bir şeydir. Amma evlərin tikintisinə belə bu qədər xərc çəkilmir. Bax, bu qədər xərc çəkilmir o evlərin tikintisinə, amma Azərbaycanda isə 171-236 manat arasında dəyişir. Bu, Cəbrayılın və Laçının kəndlərindədir. Bir fərdi mənzilin dəyəri. Laçın rayonunda Bəyli kəndində bir ev 236,7 bin manata başa gəlir. Dövlət büdcəsindən dəyərli dostlar bu qədər pul sirirlər. Zəngilan rayonunun Ağalı kəndində isə bir evin inşasında 245 bin manata yaxın vəsait xərclənir. Ağalı kəndində inşa olunmuş evlərin birində bir gecə qalmışam, deyir Elbəy. Əminliklə deyə bilərəm ki, o tikilinin inşasında heç 50 bin manat ödənməyib. Eləcə də Qarabağdakı digər evlərdə. Bakının yaxın ətrafındakı ərazilərdə bu qiymətə 171-245 bin manata villa ala bilərsiniz. Hətta balaca həyətdə inşa edilmiş 30-70 bin manatlıq evlər də var. 30-70 bin manatlıq evlər də var. Özü də yalvarırlar ki, gəlin alın. Və dostlar, diqqət edin, hökumət bu evləri 245 binə tikir, amma Bakının ətrafında həmən o evlərdən daha yaxşısı 30-70 bin manata tikirlər, satırlar. 30 bindən 70 bin arasında. Təsəvvür edin. Düşünürəm ki, belə evləri tikmək üçün 2-3 sotluq ərazi lazımdır. Hər bir sotun qiyməti var. Deməli, hələ bu evlərdən başqa sot verib Bakıda evdə torpaq da alırlar və orada tikirlər 30-70 bin manata satırlar. Bakıda. Amma Qarabağda bunlar 171-245 bin manata başa gəlir. Heç olmasa bir sotun qiyməti 5 bin manatdır. Minimum götürsək 10 bin manat torpağın alınmasına gedir. Heç olmasa tikilib satılan evlərdən də 10 bin manat qazanc götürülür. Yəni 20 bin belə getdi. Bu işi dövlət görsə 70 minlik ev uzağı 50 bin manata başa gəlməlidir. Mustafası da o ki, Qarabağda tikilən hər evdə bizim şanlı hökumətimiz 120-180 bin manat qatlayıb qoyur cibinə. Bu getdi 120-180 bin manatlı pul getdi İlham Əliyevin və Mehriban Əliyevanın cibinə. Yəni 20 min belə getdi.